əziz həmvətənlər, salam əziz Azərbaycanlılar, dünya Azərbaycanlıları və bütün musiqi sevərlər. Xoş gördük sizi. Buradan Bakıdan, Azərbaycandan bütün Avropaya səslənirik. Burada döyünən ürək var. Müasir Azərbaycan musiqisinin böyük təntənəsini yaşayırıq. Avroviziya mahnı müsabiqəsi 2012-ci il vətənimizdə keçirilir. Salam Odlar Yurdu, salam Azərbaycan. Bu möhtəşəm axşam Odlar Yurdunun ev sahibliyi etdiyi Avroviziya mahnı müsabiqəsinə nəhayət ki start verildi. Bütün Avropanın ürəyi bizimlə döyünür və bütün dünyanın diqqət mərkəzi Azərbaycandadır. Bugünkü bu möhtəşəm şounu təqdim eləyəcəyik İctimai Teleradionun efirində biz, Könül Arif qızı, şərhçilər olaraq və Salih Bağırov. Əziz tamaşaçılar, əziz musiqi sevərlər, biz bütün nəzərlərimizi və diqqətimizi hal-hazırda Crystal Hall'un səhnəsində baş verən bu möcüzəli anlara, görüntülərə yönəltmişik. Əminəm ki, bütün tamaşaçılar da eyni şounun başlanğıcını gözləyir, səhnəyə diqqətlə baxır və bizim gözəl, yaraşıqlı, gənc istedadlarımızı görürlər. Artıq səhnədədirlər. Leyla Əliyeva və Eldar Qasımov, Nərgiz Birk-Peterson. And I was born in Baku in 1989. Yeri gəlmişkən onlar da indi bu səhnədən tamaşaçılara və bütün Avropa özləri haqda qısa bir məlumat verəcəklər. Amma məncə bizim Azərbaycan tamaşaçılarının onlar haqqında məlumata heç bir ehtiyac yoxdur. Çünki bu hər üç insan səhnəyə yaraşan bu insanlar artıq tanışlar. Leyla televiziyanın aparıcısı. Yeri gəlmişkən Leyla həm də Avroviziya mahnı müsabiqəsinin ilk şərhçilərindən biri olmuşdu. Doğrudur. O ki qaldı Eldara, onu hər kəs, bütün Avropa gözəl tanıyır. Çünki məhz bu ilki qalibiyyətimiz onun adı ilə və Nigar Camalın adı ilə bağlıdır ki, onlar 57-ci mahnı müsabiqəsinə ev sahibliyi etməyimizin əsas səbəbkarlarıdır. Nərgiz də düzdür, biz onu aparıcı kimi tanımasaq da, amma o gənc yaşlarında 16 yaşında belə bir eksperiment aparmışdı. Öz universitetlərinin, Qafqaz Universitetinin kiçik ingilis dili aparıcı mühiti üçün verilişlər hazırlamışdı. Düzdür, Amerikada və Rusiyada hüquq sahəsi üzrə təhsilini davam etdirmiş bu xanım, amma çox kiçik yaşlarına Avroviziya mahnı müsabiqəsinə böyük həvəs göstərdiyinin arzusuna yetişdi. Artıq səhnədədir. Hal-hazırda aparıcılar bütün Avropaya səslənərək müəyyən müsabiqənin o qayda qanunlarından bəhs edirlər və nəzərinizə çatdırırıq ki, 18 ölkə birinci yarım final mərhələsində finala keçmək uğrunda mübarizə aparacaqlar. Onlardan onu şənbə günü keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Bəli, bugün əməlli başlı yarış olacaq 18 ölkədən yalnız. Amma Könül, gəl etiraf eləyək ki, çox möhtəşəm görüntü var Baku Crystal Hall arenasında, deyilmi? Tamamilə razıyam. Yeri gəlmişkən aparıcılar həm də bu ilki səsvermə ilə bağlı qısa bir məlumat çatdırırlar. Düzdür, ətraflı məlumat bir qədər sonra olacaq. Və bu məlumat ondan ibarətdir ki, bir qədər dəyişdirilib bu il səsvermənin gedişatı. Belə ki, yalnız 15 dəqiqə şou nümayişindən sonra vaxt ayrılıb səs verməyə. Amma əvvəllər birinci mahnı ifa olunandan səs verməyə başlanırdı. Tamamilə doğrudur. Belə çıxır ki, 18 iştirakçı öz çıxışını yekunlaşdırandan sonra 15 dəqiqə ərzində Avropa, həmçinin Azərbaycan səs verməyə qatılaraq öz səsini sevdiyi, favorit bildiyi iştirakçıya göndərə biləcək. Nəzərinizə çatdıraq ki, Azərbaycan yalnız müsabiqənin birinci yarım finalında, yəni bu axşam səs vermə hüququna malikdir. Yeri gəlmişkən aparıcılar həm ümumiyyətlə şounu 3 dildə açdılar. Azərbaycan, ingilis və fransız dilində və şou boyu da lazımlı məlumatlar, informasiyalar bu 3 dildə səslənməlidir. Və biz artıq davamlı müddətdir ki, bu məşq proseslərini izləyirik, səslənirik bütün Azərbaycana, bütün Avropaya. Çünki bu dəqiqələrdə dünyanın 46 ölkəsi yayımlayır bu şounu və çox möhtəşəm bir görüntülər, ifalar, çıxışlar, rəngarəng performanslar sizi gözləyir. Sona qədər izləyin bu müsabiqəni. Beləliklə, canlı şou coğrafik mənada Avropanın ən şərq hissəsində yerləşən Azərbaycandan Avropaya səslənir. Live from Baku Crystal Hall, Europe. Bəli, Light your fire!